Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar, əziz millətim. Demək, mən bugün bu Əli Kərimlinin həbsi ilə bağlı bir-iki məsələlərə aydınlıq gətirmək istəyirəm. Demək, bu bir neçə adamlar ki var, hal-hazırda bu sosial şəbəkələrdə qəhrəmanlıqla məşğuldurlar, dırnaq arası. Yazırlar, pozurlar, Əli Kərimli siyasiləşdirmək istəyirlər bu məsələni filan, bəs məkan, necə ki əvvəllər eləyiblər, yenə də buna davam eləmək istəyirlər. Mənim üçün maraqlı bir dənə şey var burada. Bax, indi bu məsələni siyasiləşdirmək istəyirsiniz də, düzdürmü? Gəlin bir-birimizə, özümüzə sual verək. Baxaq görək, Əli Kərimlinin 2025-ci ilin dekabr ayında bugünkü vəziyyətə görə İlham Əliyev üçün nə təhlükəlilik var? Məsələn, İlham Əliyevə Əli Kərimli neyniyə bilər? Biz bunun ətrafında ilk öncə araşdırmalar aparmalıyıq, ondan sonra qərar verməliyik. Yəni, Əli Kərimlinin o yoldaşlardan biri yazmışdı Facebookda. Demək, bu adi meyxanaçının bu adamları qədər də adamı olmadı Əli Kərimlinin onu müdafiə eləsin. Yəni bunun nə bazası var ki, bugün İlham Əliyevlə tərəziyə girsin və yaxud da ona oponent olsun. Sadəcə olaraq Əli Kərimli 30 ildir eyni şeyləri danışır. Ona görə də bəzi insanlara bu xoş təsir edir. Yəni savadı olmayan, siyasi savadı daha doğrusu olmayan insanları bir balaca bu tərəfinə çəkə bilir. Onların da savadsızlığından irəli gəlir. Çünki bu adam 30 ildə yeni şey təşkilatlar, rüşvət belə gəldi, nə bilim Qarabağ. Yadınızdadırsa, bu demək mən ən yaxından maraqlanırdım o vaxtı 2005-ci il parlament seçkiləri dövrlərində. Yəni bir hüquq müdafiəçisi kimi hər zaman bu mitinqlərdə iştirak edirdi, müşahidə edirdi. Ondan sonra mənə də problem yaratdılar bəzi adamlar ki, güya ki, mən də bunlarla bir yerdəyəm. Halbuki mən bu yaşa gəlmişəm, heç bir siyasi partiyanın üzvü olmamışam. Bundan da sonra olmanı düşünmürəm. Yəni o zamanlar görürdünüz 2005-ci ildə mitinqlər olurdu Qələbə meydanında və yaxud da ki, şəhərin digər yerlərində. Həmin bu mitinqlərdən sonra insanlar başlayırdı həbs olunmağa. Və bu müddət ərzində təsəvvür eləyin ki, Əli Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri olan müddətdən bu günümüzə qədər ən azından 3 ildən 8 ilə qədər, 10 ilə qədər həbsdə olan insanların sayı bəlkə də 5000, 6000 nəfər olub. İndi mən o inzibati qaydada cərmələnənləri demirəm, nə bilim 15 qaydayı filan da, bunlar hamısı mən bu biri tərəfə qoyuram. Mən o ağır həbslərdən danışıram. Və necə olur ki, bu günə qədər Əli Kərimli bir dəfə də həbsdə olmur? Yəni, bunun ətrafında bu həbslər cərəyan eləyir və həmin bu təşkilatın rəhbəri də bu olduğuna görə biz bu məsələni ortaya qoyuruq. Yəni, bu adam həbs olunur. İnsanlar hamısı, çoxları həbs oldu, çoxları həbsdən çıxdı, tərk elədilər Azərbaycanı, qaçdılar. Elələri heç burada həbs olunmayıblar, qaçıb gediblər xaricdə, Azərbaycanın dövlətçiliyinə zərər vururlar, millətimizi biabır eləməklə məşğullar. 2-3 adamlardır, hansı ki, bu Əli Kərimlinin ətrafında. İndi bunlardan Avropada olanı da var. Bu günləri heç bir Əli Kərimlinin deməyim ondan ibarətdir ki, yəni bizə indi buradan baxanlar qoy baxsınlar, ola bilsin ki, beynəlxalq qurumlardan da kimlərsə bizi izləyə bilər burada. Qoy nəsə onlar da bilsin, baxsın, biz faktları qoyuruq ortaya. Əli Kərimlinin bugün İlham Əliyev üçün heç bir təhlükəlilik yoxdur. Və Əli Kərimlinin apardığı işlər bu günləri, ya dünənləri, ya obursu gün
hamısı Azərbaycanı bir dövlət olaraq satmağa istiqamətlənmişdi. Satmağa. Yəni heç bir iş görməyən bu adam, bax necə ola bilir ki, milyonların sahibi olur? Heç birinizin uşaqları xaricdə oxutura bilirsinizmi? Heç Azərbaycanın özündə çoxlarımız uşaqlarımızı oxuturu başa çatdıra bilmirik. Bu adamın uşaqları da xaricdə oxuyur, təmtəraqlı həyat tərzi var. Bir dəfə də onun Londonda idi, bilmirəm haradaydısa, onun evinin şəkillərini də çəkib paylaşmışdılar. Yəni bu adam yağın balının içində yaşayır, amma bəzi axmaqlar var ki, düşüblər bunun dalıca, bu pul qazanır, onlar da düşüblər bunun dalıca, güya ki, nəsə bunlar bir iş görəcək. Bu günləri İlham Əliyevə bu günləri heç kim rəqib yoxdur. Nə Azərbaycan içərisində, nə Azərbaycanın xaricində rəqib yoxdur. Hamınız görürsünüz ki, gəl nəyirə oturaq düz danışaq. İlham Əliyev bu günləri dünya liderləri sırasındadır. Dövlətimizin vətənimizin kiçik olmasına baxmayaraq. Yəni oturub o masada oturur, sözün deyən adamdır. Yəni gəlin bunu düzgün qiymətini verək. Ona görə də ona bu günləri heç kim rəqib ola bilməz. Bu adamlar hamısı Rusiyanın agenturasıdır, Rusiyanın şəbəkəsində idilər bunlar. O vaxtda azadlıq bloku var idi. Nə bilim, qırmızı qərənfil, narıncı inqilab, nə bilim falan filan. Yushchenko'dan alanda o Ukraynadan sonra Gürcistanda da oldu, nə bilim falan. Burada da eləmək istədilər. Yadınızdadır mı o məsələ? O məsələdə də gördünüz Azərbaycanda azadlıq blokunda kimlər təmsil oldu? Məsələn, Sərdar Cəlaloğlu. Sərdar Cəlaloğlu bu günləri telekanallarda, internet televizyona düşmür, böyük-böyük də, yekə-yekə də danışır, güya bu nə bilim filandır, güya bu filan iş görüb. Mən sizə Sərdar Cəlaloğlu'nu mən sizə deyim. Sərdar Cəlaloğlu Azərbaycanın bütün görkəmli şəxsiyyətlərini, tarixi şəxsiyyətlərini təhqir elədi, söydü, pis-pis söyüşlərlə və axırda da Ramil Səfərova dedi ki, Ramil Səfərov yatmış adamı öldürüb, ondan qəhrəman olmaz. Və bir dəfə də ambasador oteldə tədbir keçirilərkən orada da çıxdı, İsa Qəmbər də orada idi, Arzu Səmədbəyli də orada idi, Flora Kərimova da orada, yazma küçənləri deyirəm də mən orada Güney Azərbaycan Konseyi deyilən bir təşkilat var idi, orada tədbir keçirirdi. Həmin orada Sərdar Cəlaloğlu çıxdı, Türkiyəni başladı pis-pis aşağılamağa. Mən orada yerimdən dinləndim. Tədbirin sahibi, tədbiri aparan adam məndən xahiş elədi ki, qoy danışsın, yola ver. Tədbiri pozmayaq. Ondan sonra bizim o görkəmli şəxsiyyətlərimizi söydüyünə görə mən də onu söydüm mətbuatda. Bütün cavabını, hamısını qaytardım. Ondan sonra məni məhkəməyə verdi. Mən də Rusiyada o yadınızdadsa Rusu öldürmüşdü. Orxan Zeynalov məsələsi var idi. Həmin Orxan Zeynalovu tutmuşdular. Mən onunla bağlı getdim Moskvaya. Moskvanın Rusiyanın ombudsmanı nə idi onun adı? Lukashenko idi. Yox, Lukashenko deyildi. Bir tər adı var idi. Sonra onun mavini var idi. Kunadze. Kunadze ilə də görüşdüm. Rusiya ombudsmanı mavini. Orada bu məsələlə görüşən zaman bu götürür məni Azərbaycanda verib məhkəməyə. Güya mən bunu söymüşəm. Söymüşəm ha. Yəni ki o bizim dəyərlərimizi, mənəvi dəyərlərimizi, milli mənəvi dəyərlərimizi təhqir etdiyinə görə, bizim görkəmli şəxsiyyətlərimizi, tarixi şəxsiyyətlərimizi söydüyünə görə. Və götürüb məhkəmədə 55.000 manat məni cərmələmişdi, güya Sərdar Cəlaloğlu'na pul ödəmişəm. Ondan sonra mən gəldim bura, ondan sonra verdim onu apellyasiya məhkəməsinə. Apellyasiya məhkəməsi də 1000 manata saldı bunu. Axır ki, məni günahkar bildilər və ondan sonra mən həbs olundum. İndi baxın, mən burada bu gedişatı, prosesi mən sizə izah eləmək. Ondan sonra mən həbs oldum və mənim həbsdə ola, mənim veteran pulum var idi. 35 manat veteran pulu verirlər. Qarabağ müharibəsi veteranı, mən veteran idim. Mənim ailəm, uşağım qalmışdı burada, çörək tapırdılar yeməyə. Ondan mənim veteran pulumu 35 manatımı Sərdar Cəlaloğlu davi ilə, şavi ilə, məhkəmə icrasına alıb yeyib. Həmin o 1000 manatı, həmin bu Sərdar Cəlaloğlu. Millətimizi söyür, sonra mənim pulumu yeyir, veteran pulumu. Həmin bu Sərdar Cəlaloğlu.
Sənədlər də əlimdədir, məhkəmələr də buradadır, haçan hissəsi çıxardıb onları büstə verə bilər. İndi gəlin belə bir sual çıxır ortaya. Həmin bu azadlıq blokunda təmsil olunan Sərdar Cəlaloğlu nədən Azərbaycanın milli dəyərlərini söyürdü, tarixi şəxsiyyətlərini söyürdü, görkəmli millətimizin nümayəndələrini təhqir elirdi, Türkiyəni təhqir elirdi. Nədən? Niyə? Sərdar Cəlaloğlu hardan qaynaqlanırdı? Buna kim deyirdi ki, bunları təhqir elə? Mən də onun cavabını verində məni həm cərməliyirlər, üstündən bir müddət keçir, məni həbs eləyirlər, filan olur. Bu proseslər hamısı qalıb, indi mən müəyyən müddət gözləyirəm, ondan sonra bunların hamısını mən ictimailəşdirincəm, ola bilsin ki, şikayət ərizəsinə də müraciət ededim baş prokurorluğa. Yəni, buradan mənə problemləri bu mənim üçün yaradıblar bunlar. İndi həmən bu adamlardır ki, indi deyiləndə Rusa işləyirsiniz. Deyirlər ki, yox, indi olublar bunlar, necə deyərlər, İmam Peyğəmbər balaları. Rusa işləmişsiniz ya hamımızda. Hamımız. Rüstəm İbrahimbəyev nətər olur ki, gəlir oradan, Rusiyadan gəlir burada bir şəbəkə yaradır burada özünə. Rüstəm İbrahimbəyev bəyəm burada bir bazası var idi. Burada adamları var idi ki, kim tanıyırdı ki onu? Və bir 5-10 adamdan başqa. Yəni o gəlib burada boyda şey yaradırdı, təşkilat yaradırdı, Əli Kərimliklə bir yerdə. Niyə? Burada bəzi adamlara acıq gəlir. Bir kəlmə söz danışan kimi də düşürsünüz orada, nədir? Videonun altında. Ancaq söyüş, təhqir. Ona görə ki, sizin deyiləsi sözünüz yoxdur. Bizim bu sözümüzün qarşısına bir argument gətirib bir şey qoya bilmirsiniz. Çünki deyilənlər hamısı düzgündür. Ən son variant acizlik, söyüş təhqir. Məsələn, başqa özdəki bu da söylənlər kimdir? Özləri deyib 5-6 nəfərdirlər bunlar, saxta profillər yaradıblar, hamısı eyni oradan söylürlər. Baxıb görsən dostluğunda 20 nəfər, 30 nəfər adam var. Bu saxta profillərdə qız adı ilə, nə bilim, nə, belə bu formada. Bunun indi, əgər siyasiləşdirilsə məsələ, yaxşı deyirsiniz ki, cəhbətçilərə, azad sözə şeydir bu, nədir, hücumdur. Bəs Ramiz Mehdiyev kimdir və Ramiz Mehdiyev kimi nə qədər tutulanlar, yapçılar deyil mi bunlar? Onda bunlar da siyasidirlər. Onsuz da sizin vecinizə deyil idi. Yapçılardan da həbs olunan nazirlər var idi ki, pula görə deyirdiniz ki, siyasi məhbuslardır. Dünənə qədər söyürdünüz. Bu günləri deyirdiniz ki, korrupsiyanerdir, rüşvətxordur. Korrupsiyaner, rüşvətxor olduğuna görə həbs olunurdular. 2 gündən sonra onları sarırdınız siyasi məhbus siyasına, verirdiniz Avropaya. Elə deyilmi? Elə deyilmi? Elədir. Sizin mən bugünə qədər, düz 88-ci ildən ictimai siyasi arena deyilmə. Hamını tanıyıram. İndi uşaq çıxıb onların keçmişdən xəbəri yoxdur. Bunları necə danışıblarsa, o formada da bunların başına, beyninə girib ki, biz belə bu formadadır vəziyyət. Amma bu formada deyil vəziyyət. Vəziyyət bu formada deyil. Görürsünüz, baxın, bir də şey yaranır. Vətənini, millətini, dövlətini, prezidentini sevən insana deyirlər nakişidir bu. Bu satqındır, alçaqdır. Avropaya işləyənə, nə bilim, digər dövlətlərin xüsusi xidmət orqanlarına işləyənə satılmış adamlara deyirlər kişidir bunlar. Görün Azərbaycanda bu adamlar hansı bir ab-hava yaradıblar və bunu da yaratmağa da davam edirlər. İndi bilirsiniz necədir? Mən çox o içlərinə girməyəm, o hüquq mühafizə orqanları özü hüquqi qiymət verəcək bu adamlara, amma mən elə hesab edirəm ki, burada bu günləri hüquq mühafizə orqanlarının gördüyü işlər tamamilə də xalqın ürəyindəndir, cəmaətin ürəyindəndir. Heç kimi də burada aldatmaq mümkün deyil. Artıq Azərbaycan ölkə ictimaiyyəti hər şeyi yaxşı anlayır, yaxşı da bilir. İlham Əliyevə alternativ heç kim yoxdur burada. Varsa birinin adını çəkin. Və mən inanmıram ki, tarixdə də olsun. Ona görə ki, İlham Əliyev bu gün Azərbaycanın işğal altında torpaqlarını
azad eləməklə Azərbaycanın tarixinə qızıl hərflərlə adını yazdırdı. Yəni bu mümkündür. Nə bugün, nə sabah da mümkündür. Yəni siz gələsiniz burada cəmaata yalandan ay belə maaşları qaldıracaq, ay bir pensiyaları belə qaldıracaq, ay neyniyəcək, ay nə qaracaq. Nə oldu? Gördünüz, haqq yerini tapdı. Ay insanlar da fikirləşir, bu necə ola bilər? Bu İsa Qəmbər gəldi prezident seçkilərində 2003-cü ildə dağıtdı, sındırdılar bütün o nə bilim avtobusların şüşələri, nə ora-bura, ay hakimiyyətə gələnlər çıxdı tribunaya, o vaxtı yadımda deyil mi? Hələ mətbuat da yazdı o vaxt, elə Azadlıq qəzetində Müsavat qəzeti qırırdı bir-birini. Azadlıq qəzetində elə o açıq şəkildə yazdılar ki, Yaşar Əliyev Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini gəldi, İsa Qəmbərin qulağına nəsə dedi, mitingdə qaçdı İsa Qəmbər oradan, onunla da güya bunların işi pozuldu. Görürsünüzmü? Bax, görürsünüzmü? Sizin bütün işləriniz belədir. Harasa xidmət eləmişsiniz, kimlərsə tərəfindən idarə olunmuşsunuz. Yoxsa bu pullar, bu imkanlar, bu mühafizəçilər hardan idi ki sizdə? İndi gəlsin indi sizin o auditoriya. Milyonlarla insan hanı? Hani o milyonlarla insan deyirdiniz ki biz icazə vermirlər miting eləməyə, biz çıxacaq nə bilim, neyniyəcünə. Sizi elə Ramiz Mehdiyev sizi əlinizdə saxlayıb bu hökumətin rəhbərinə, bu dövlətin rəhbərinə hədə-qorxu vasitəsi kimi siz Ramiz Mehdiyevin əlində kukla olmuşsunuz. Kukla olmuşsunuz. Hər şey cəmaatın gözü qabağındadır. O Quvadakı hadisə, İsmailidəki hadisə, bunlar hamısı bu hədə-qorxular idi dövlətimizə. Cəmaat bunu danışırdı həmin dövrlərdə. Siz də həmin bu Ramiz Mehdiyevin, yenə təkrar eləyim, əlində dövlətimizi hədə-qorxu vasitəsi kimi əlində olan kuklalar olmuşsunuz. Ramiz Mehdiyev təbii dalı Rusiya bağlıdır, siz də. Ona görə də bugün bizim Azərbaycan hüquq mühafizə orqanlarının gördüyü işləri ölkə ictimaiyyəti olaraq dəstəkləyirik və sonundan da yanındayıq. İnşallah gözləyirik növbəti həbsləri, kimlər ortaya çıxacaq. Çox sağ olun, gecəniz xeyrə qalsın, Tanrı Azərbaycanı qorusun, Tanrı Türkü qorusun.